müəssisəsində Aha, valideyn bu haqqında çox- təsəvvürlər yaradılır onda. Bu çox yaxşıdır. Bu çox Bəli, yaxşıdır. valideyn haqqında onlarda Aha. təsəvvür yaranır. Yəni yaradılır ki, valideyn nədir, müəllimə nədir, müəllim nədir, öz parta yoldaşına necə münasibət aparmalısan, hər bir incə ayaqqabı soyunduğu yerinə qədər biz nəzarət eləyirik. Yəni bir valideyn kimi. Çox yaxşıdır. Bu mənə elə gəlir ki, Bəli, başqa bir digər valideyn tədris kimi. mərkəzlərində mən eşitməmişəm belə bir şey olsun. Bir də nə maraqlıdır Mahirə xanım, bu tədris mərkəzində avantajlı demək, əziz valideynlər, həftə sonu sizin övladlarınızın xəbəri olmadan Biz özümüz müəllimlər özləri sizə zəng edib deyirlər ki, bu həftə ərzində sizin uşağınızın davamiyyəti necə olub, özünü necə aparıb, dərsə davamiyyəti necə, birbaşa sizinlə müəllim arasında, amma uşaqlar bilmədən. Uşaqların xəbəri olmur. Uşaqların Əladır xəbəri o. olmur. Biz valideynlərə onu məlumat Çox veririk ki, yaxşıdır. valideyn özü valideynlər hərəsi bir cür qəbul edir. Elə valideyn var ki, səhərsin uşaq özü deyir ki, valideyn qışqırdı, valideyn tənbih elədi, amma Amma biz xəbəri olmur ki, müəllim deyir. Aha, bəli, xəbəri olmur. Biz çalışırıq ki, həm bizli, həm valideynli o uşaqlar gələcək üçün, dövlətimiz üçün layiqli tələbələr olsunlar, layiqli Əsl vətəndaş olsunlar. yetişdirirsiniz. Əsl vətəndaş yetişsinlər. Eleonora müəllim, əslində əsl vətəndaş yetişdirmək, bu hər birimiz bu yolu keçmişik. Hər birimizin, belə deyim, ilk dəfə o matdım-matdım nəzərlərlə baxdığımız insanlar müəllimlərimiz olub və ömrü boyu hansı mənsəbə gəlib çatmışıqsa bizim minnətdar olduğumuz insanlar da müəllimlərimiz olub. Mən istəyirəm ki, bugün bax burada əyləşənlərimizin hamımızın, bax müəllim dedikdə birinci gözünüzün önünə gəldi mi ilk müəllimlərimiz? Gəldi. Bilirəm ki, gəldi. Bizi izləyən tamaşaçılarımızın da gözünün önünə gəldi müəllimlərimiz. O insanlara necə müqəddəs baxmışıqsa, ömrümüzün sonuna qədər də müqəddəs baxacaq. Hətta dünyasını dəyişən müəllimlərimizlə illərlə, belə deyim də, uzaqdan uzağa bilirik ki, hə, müəllim oradadır, amma düzdür, etiraf edək ki, gedib müəllimlərimizə dəymirik. Amma onların dünyasının dəyişdiyini eşidəndə də bir başqa cür, elə bir valideyn itirmişik. O hissləri bilmirəm, mən yaşamışam, yəqin hər kəs yaşayır. Düzdür, Eleonora müəllimə? Buyurun, zəhmət olmasa. Təşəkkür edirəm bizi dəvət etdiyinizə görə. Mən Laçın rayon 45 saylı tam orta məktəbin ingilis dili müəlliməsiyəm. Bəli, əvvəlcə sizə kollektivimizin salamlarını yetirirəm. Təşəkkür. Ki, bəli. Bizim məktəb deməli Biləcəri qəsəbəsində məskunlaşıbdır. Baxmayaraq ki, biz məcburi köçkün məktəbik, amma məktəbimizin çox gözəl ab-havası var, çox gözəl təchizatı var. Demək olar ki, dövlət tərəfindən təmin olunmuşuq hər şeylə, kitablarla, kompüter otaqlarımızla yüksək səviyyədə dərs keçilir. Məktəbimizdə hətta son bu 5 ilin göstəricilərinə nəzər salırıq. Ən aşağı bal toplayan uşaqlar, misal üçün 450-dən 660-a qədər bizdə yaxşı göstəricilərimiz var. Bəli. Hər il olur ki, hətta hər il misal üçün ingilis dilinin özünə də orada başqa fənlərlə yanaşı deməli məzunlardan daxil olurlar müxtəlif xarici dillər universitetinə, başqa universitetlərə və s. Çox gözəl. Bəli, mən də çox fəxr eləyirəm ki, yəni biz elə bir məktəbdə baxmayaraq ki, məcburi köçkün bayaq qeyd elədim, bəli, elə yüksək səviyyədə bizim məktəbdə dərs keçilir. Buna görə biz hər zaman dövlətimizə minnətdarıq. Çünki təhsilimizə çox böyük yardım var. Misal üçün sonra kitablarla təmin olmuşuq. Bir uşaq olmaz ki, ona oradan kitab verilməsin. Əla. Eleonora müəllimə, bizim müxbirimiz və bizim operatorumuz sizin məktəbinizdə olublar. Sizin üçün də mənə gəlir maraqlı olacaq, ingilis dili ilə bağlı. Deyəsən, səhv etmirəmsə, ibtidai siniflərdə, düzdürmü? Bəli, ibtidai siniflərdə. Aha, 4-cü siniflərdə sujetimiz var. İzləyək sujetimizi, sonra Gönçə xanım sizin fikirlərinizi alacağım. 4 və 7-ci Aha, sinif. baxaq. Biz hazırda 45 saylı tam orta məktəbin tam qarşısındayıq. Burada da bir kiçik bir reyd edək görək. Bu məktəbin uşaqlarının ingilis dilinə marağı nə qədərdir? Buyur Hüseyin, gəl daxil olaq. Siz də xoş gəlmisiniz bizim məktəbə yenidən. Şakir müəllim, ingilis dili sizin məktəbdə, təhsil şöbəsində necə icra olunur? Bizə bir bunun əyanı, sübutu lazımdır belə deyək. Təhsil şöbəsinin bizim qarşımıza qoyduğu ən mühüm məsələlərdən biri də ingilis dili dərsinin tədrisidir. Amma biz ingilis dili dərsinin tədrisində əsasən ibtidai siniflərimizdə dərs saatlarının az olması bizi qane etmir. Biz çox xahiş eləyərdik Təhsil Nazirliyindən ki, bu ingilis dilinin tədrisinə biraz da olsun, heç olmasa dərs saatlarının artırılması. Bu çox vacibdir. Çünki ingilis dilinin tədrisi 1-ci sinifdə, 2-ci sinifdə, 3-cü, 4-cü siniflərdə 1 saatdır.
Bir saatla bu, həftədə bir saat tədris məncə elə bilirəm, bu azdır. Biz bir pedaqoq kimi mən bunu söyləyə bilərəm. Mən inanıram ki, gələcəkdə bununla bağlı deməli Təhsil Nazirliyi çox mühüm qərarlar qəbul edəcəkdir. Hazırda dərsdir. Bəli, indi dərsdə hazırda. Dərsimizin adı Happy New Year. Adınız nə oldu? Eleonora Quliyeva. Sən uşaqların ingilis dilinə marağı. Bəli, ingilis dilinə uşaqların marağı bugün günü-gündən artır. Çünki bu dövlətimizin bizim qarşımıza qoyduğu ən müasir tələblərdən biridir. Çünki əgər bugün biz dünya Avropa ölkələrinə inteqrasiya ediriksə, biz təhsildə bunu birinci növbədə ingilis dili ilə etməliyik. Bəli, uşaqların maraqları var, kitablarımız yaxşıdır, yəni çox rəngarəngdir, istənilən mövzuya toxunmaq olar, genişləndirmək olur. Yəni müəllimin bacarığından asılıdır. Necə istəsə dərsi yönləşdirə bilər. İndi sizin bacarığınızı görürlər. Bəli, buyurun görək. Yeni ildir dərsimiz. Məsəl üçün sual verə bilərik burada. Belə bir sual verirəm. Do you celebrate New Year in our country? Do you celebrate? Mən olar yaxınlaşım. Adın nədir? Nasberi. Nasbəri müəllimənin sualına cavab verə bilərsiniz. We celebrate New Year in our country. The New Year yesterday in the symbol of New Year. Təzə dərslərdən biridir. Aha. Belə salamlaşmalar falan hər şey bililir. Bəli, əlbəttə ki. İctimai qarşısında nəsə bir turist yaxınlaşarsa bunlara. Bəli, yol verə bilərlər. təqdim eləyə bilərlər, bəli. What is your name? My name is Murat. Murad. Where are you from? From Azerbaijan. Sonra mütəmadi olaraq, yəni uşaqlardan soruşa bilərsiniz, açıq dərslərimiz keçilir. Bəs müəllimənin sənətini davam etdirmək istəyən var ananızda? Yəni ingilis dili müəllimi olmaq istəyən bir təksən. Bilirdimi müəllimənin bu xəbəri var idimiş sən onun sənətini belə deyim də oğurlamaq istəyirsən yaxşı mənada? Yox, oğurlamaq kimi çıxmasın, amma yaxşı mənada, amma mən o müəllimin davamını elətdirmək istəyirəm. İngilis dili üzrə. Bəli. İnşallah arzuna da çatarsan. Çox sağ ol. I wish you success in your study and in your life. And be healthy, love your country, love your motherland. Thank you. Thank you. Mən əhsən deyirəm Laçın rayonu 45 saylı tam orta məktəbin müəllimlərinə və şagirdlərinə. Əslində dil öyrənmək çox gözəldir. Çünki nə qədər çox dilləri biləcəksə, bir o qədər qapılar üzümüzə açılacaq. Ən adi bir şey, deyək ki, bizim ölkəmizə kimsə gələcək, küçədə bizdən nəsə soruşacaq. Nə gözəl olar ki, biz ona onun dilində cavab verək. Bundan gözəl nə var? Məsələn, mən bu yaxınlarda Şirvanşahlar Sarayına getmişdim. Qonağımız vardı, aparmışdıq və xarici qonaq idi. Və mən görəndə ki, Şirvanşahlar Sarayının işçiləri ingilis dilində onu çox gözəl gəzdirdilər və ingilis dilində çox gözəl də aydınlaşdırdılar. Qürur hissi keçirdim, çox rahat oldum. Gedəndə düşünürdüm ki, qonağa necə başa salacağıq, nə haqqında, necə olacaq. Çox gözəldir, dil öyrənmək çox gözəldir. Mənim əzizlərim, əziz valideynlər, övladlarınızın dil qabiliyyətini daha yüksək etmək üçün, düzdür, orta məktəblərimizdə dil fənləri keçirilir, amma onu daha genişləndirmək üçün fərdi müəllimlərə ehtiyacımız var, kurslara ehtiyacımız var və ən gözəl kurs, mən sizə söyləyim, Avantaj Tədris Mərkəzindədir. Gedirsiniz, yazdırırsınız övladlarınızı və hər həftənin sonunda müəllimlər özləri sizə xəbərdarlıq edəcəklər ki, Gönçə xanım kimi müəllimlər xəbərdarlıq edəcəklər ki, övladınızın, belə deyim də, dərsləri necə gedir? Reklamların zamanıdır. Reklamlardan sonra Gönçə xanım, bizim sizə suallarımız olacaq. Dil kursları haqqında siz ətraflı tamaşaçılarımıza məlumatlar verəcəksiniz. Hazırda isə reklamların zamanıdır. Reklamlardan sonra talk show'umuz devam edecek. Yenilik az və faktor az, sizlərin də hər birinə dərin təşəkkürlər. Və mənim əzizlərim, mən yenə Bahar xanımdan xahiş edəcəm, Louis Vuitton Long Action haqqında bizlərə məlumat versin. Buyurun.
Louis Vuitton Long Action preparatının bir neçə üstünlüyünü xüsusən xanımlarımızın diqqətinə çatdırmaq istəyirəm. Bizim xanımlar gözəl vücuda sahib olmaq üçün bəzən pəhrizlərə müraciət edirlər. Ancaq çox zaman düzgün olmayan pəhrizlər, xüsusən çörək və un məmulatlarının qidadan çıxarılması və ət məhsullarının qidadan imtina olunması vitamin, mineral defisitinin, amin turşu defisitinin yaranmasına və sonradan daha ağır hallar, anemiyanın, hipovitaminoz, avitaminoz hallarının yaranmasına səbəb olur. Bilirik ki, anemiya zamanı təbii ki, dırnaqların və saçların da qidalanması pozulduğu üçün saçlar kövrəkləşir, keyfiyyətini itirir və tökülür. Məhz bu baxımdan sizə təqdim edəcəyimiz Louis Vuitton Long Action preparatı tərkibində 12 ədəd vitamin, 8 makro mikroelement və 10 ədəd amin turşudan ibarət kompleks preparat olaraq orqanizmdə gedən pozulmuş mübadilə proseslərini bərpa edir, vitamin, mineral defisitini yaxşılaşdırır və həmçinin tərkibində olan amin turşular saçın, dırnağın əsas tərkib komponenti sayılan keratin zulalının sintezini təmin etməklə saçlara möhkəmlik və sağlam görünüş verir. Təşəkkür edirik Bahar xanım, minnətdarıq sizə və mən xahiş edəcəm Gönçə xanımdan bizə məlumat versin, görək Avantaj Tədris Mərkəzindəki xarici dil kursları. Siz İngilis dili müəlliməsisiniz, düzdürmü? Buyurun zəhmət olmasa. Görün valideynləri necə maraqlandıracaqsınız? Niyə valideynlər məhz sizi seçsinlər? Niyə Gönçə xanım? Buyurun. Deməli, bizim kursumuzda dil kursları fəaliyyət göstərir. Əsasən İngilis, Alban, Fransız dilləri tədris olunur bizdə. Və biz İngilis dilində magistraturadan danışmaq istəyirəm. Deməli, magistr təhsili bizdə son dərəcə güclü şəkildə tədris olunur. Yəni, biz gələn tələbələrlə hansı mövzularda çətinlik çəkirlərsə biz bunu onlara öyrədirik. Əsasən ən çox İngilis dilində tələbələrin çətinlik çəkdiyi mövzular tense form, zaman formalarıdır ki, yəni biz onları elə sadə şəkildə öyrədirik ki, yəni onu daha yaxşı bilirlər, nəinki o biri mövzularda. Yəni belə. Son zamanlar belə deyək, Azərbaycana ərəb ölkələrindən daha çox maraq göstərirlər. Gələcəkdə Avantaj Tədris Mərkəzi ərəb dilləri kursunun açılması, belə bir şey düşünmürsünüz? O barədə xahiş edirəm Etibar müəllim özü məlumat versin. Buyurun. Buyurun. Ümumiyyətlə tədris mərkəzi olaraq təbii ki yeniliklərimiz var, yəni layihələrimiz var. İstər xarici universitetlərlə rəsmi əlaqələr yaratmaq. Var? Bəli, yəni bu yox, yaradacaqsınız. Hal-hazırda yoxdur, amma bunun üzərində çalışırıq növbəti tədris üçün. Yəni digər layihələrimiz də var, ölkə daxili və xarici layihələr üzərində çalışırıq. Xarici dil kursları ilə əlaqədar isə daha çox müraciət edənlər adətən İngilis dili, Rus dilidir. Bu da təbii haldır ki, yəni İngilis dili beynəlxalq bir dildir. Dünyanın hər yerinə gedərkən İngilis dilindən istifadə olunur. Şəxsən mən özüm, məsəl üçün, Birləşmiş Ərəb Əmirliyində olanda, orada belə İngilis dili və hətta Rus dili. Mən orada Rus dilinin istifadə olunmasını görəndə özüm biraz təəccüblə qarşıladım ki, yəni Ərəb Əmirliyi və Rus dili istifadə olunur. Hətta yerli əhali belə deyərdim. Bütün istər oteldə olsun, digər bir yerlərdə olsun, hər kəs. Hər yerdə Rus və İngilis dili daha çox istifadə olunurdu. Bu baxımdan da bizdə də tədris mərkəzi olaraq əsas üstünlük Rus və İngilis dillərinə verilibdir. Amma həmçinin Alman dili, Fransız dili də bizdə fəaliyyət göstərir. Ərəb dilinə gəldikdə isə bu belə deyək, dil elə bir şeydir ki, o sahədə əgər tələbat olacaqsa niyə də olmasın? Ərəb dili üzrə müəllimlər, mütəxəssislər var. Əlaqələrimiz var, onlarla müqavilələrimiz də var, bağlanmışıq. Edə bilərsiniz, çox yaxşı. Sadəcə tələbat olduğu halda bu barədə də bir işlər görürük. Çox gözəl. Mənə bilirsiniz, nə maraqlıdır? Sizin neçə ildir artıq pedaqoji fəaliyyətlə məşğul olmağınız. Neçə ildir təhsil bitirmisiniz? Mən özüm müəllim kimi, bir pedaqoq kimi 6 ildir ki, 7-ci ilə keçib, 6 ildir ki, fəaliyyət göstərirəm. Universiteti bitirmişəm, 2010-cu ildə bakalavr təhsilini bitirmişəm. 2011-ci ildən bu tərəfə müəllimliklə məşğul olan müəllim, pedaqoq kimi çalışıram. Daha çox magistrantlar olur, hətta tək magistrlar yox, yəni magistra hazırlaşanlar yox. Yəni məndə bir şey maraqlıdır ki, mən əvvəllər açığı deyərdim ki, məktəb dövründə heç vaxt müəllim olmağı düşünmürdüm. Hətta deyirdim ki, o sualı vermək istəyirdim. Görüm uşaqlıq arzunuz olub yoxsa yox. Müəllim olmaram.
Aha. Amma elə oldu ki, təsadüfdən belə deyək, gəldim, mən müəllim oldum və zamanla bunu sevdim. Hətta başlanğıcdan belə sevdim. Yəni ən yüksək səviyyədə deyərdim. Və bu işə bağlandım ki, hətta bu gün artıq tədris mərkəzində, yəni qalıb bir tədris mərkəzi açıb, burada digər müəllim heyəti ilə, müəllim ordusu ilə çalışıram. Və bizdə bir də bir şey maraqlıdır ki, daha çox, məsəl üçün, mənim tələbələrimin arasında eləsi var ki, hətta deyərdim, 45 yaşında, 50 yaşında, yəni müəllimlər belə, yəni onlara mən dərs deyirəm. Bu mənim üçün biraz maraqlıdır. Yəni müəllimlər kimi nəzərdə tuturam? Təhsil Nazirliyi ki, orta məktəblərə qəbul imtahanı keçirilir, müəllimlərin işə qəbul imtahanı. Məhz bu imtahana hazırlaşan müəllimlər olur. Yəni burada 22 yaşından bəli tutmuş. Deyərdim ki, 50 yaşa qədər müəllimlər olur ki, müraciət edirlər. Onlara da yəni dərs demişəm. Çox maraqlı andır. Onların özü üçün də həmişə maraqlı olur ki, mən təsəvvür eləyirəm. Müəllim çox gənc bir kadr və şagird belə deyək masasında əyləşənlər isə artıq ondan qat-qat yaşda artıq olan adamlar. Belə bir şeylə rastlaşmamısınız? Nuranə xanım, mən səhərdən seyr edirəm bu cavanları. Doğrudan da çox sevinirəm. Bilirsiniz, bizim Azərbaycan Respublikası tolerant bir ölkədir. Bilirsiniz ki, Azərbaycana çox turist axını var. Dünyanın hər bir, yəni Azərbaycan hal-hazırda dünyada deyərdim ki, ən qabaqcıl ölkələr sırasında gedir, öndə gedir və əlbəttə ki, bu o deməkdir ki, Azərbaycana xarici dövlətlərdən axın çoxdur. Və bu axının qabağında əlbəttə ki, belə bir kadrlar lazımdır ki, onlarla ünsiyyətə girsin, Azərbaycanımızın tarixini, mədəniyyətini, inkişafını onlara anlatsın. Məsələn, bilirsiniz ki, mən xarici dövlətlərə tez-tez gedirəm, amma mənə çox çətin olur. Yəni orada ünsiyyət qurmaq. Amma bir neçə dəfə oğluma, bax, bəli, mən oğlumu neçə dəfə özümlə aparmışam. Yaxşı ki, onu özümlə aparıram Türkiyəyə. Oğlunuz bilir. Bəli, neçə yaşı var? Oğlumun hələ 10 yaşı yoxdur. İngilis dilində artıq sərbəst danışır. Gözəl, əla. Yəni mən ona görə deyirəm ki, bu cavan oğlanımız çox Bahra xanım, nəcə özünüz öyrənməyə səy göstərmirsiniz? Bilirsiniz, işlər o qədər çoxdur ki, yox, səbr əlhəmdülillah, şükür Allaha var. İş çoxdur, zaman azdır. Yəni belə deyək də, yəni yaş da o yaş deyil ki, yəni başda, amma orta səviyyədə bilirəm ingilis dilini. Orta səviyyədə bilirəm ingilis dilini. Belə deyək də, bizdə bir misal var, köçümü sudan çıxarda bilirəm. Yəni ərəb ölkəsində olmuşam, orada ingilis dilini, məsələn, ünsiyyət quranda az da olsa, bir 10% də olsa ünsiyyət saxlaya bilirəm. Amma bu çox azdır. Müəllim demişkən, rus dili ilə deyir, yox, rus dilini maşallah mükəmməl bilirəm, o heç. Çünki orta təhsili Azərbaycan dilində bitirsəm də, amma ali məktəbi rus dilində bitirmişəm. Çox gözəl. Nuranə xanım, buyurun, mən sualınız var. Buyurun. Siz əvvəli başladınız. Mən Avantaj Tədris Mərkəzinin bu gənclərinin bu dəvət edirsə müəllimləri də, inan sevindirici haldır ki, Azərbaycanlılar baxırlar, bütün millət baxır bunlara. Qürürdür, doğrudan adam qürürdür. Siz əvvələ öncə mən bir fikir söylədiniz ki, bizim müəllimlərimiz necə ki, bizə dərs verir, tədris edib. İnanırsan, kövrəldir, mənim müəllimlərimlə heç kim qalmıyor. Mən mükəmməl, özümü tərifləmirəm, mükəmməl bizə tədris olunubdur, biz də bilirik, bundan ruhları şad addımlayırıq. olsun, bütün müəllimlərimizin. Bəli, Allah rəhmət eləsin, çox gözəl, mükəmməl dərs alır. Mən özüm rus dilini mükəmməl öyrənmişəm, baxmayın Azərbaycan məktəbidir. İndi mənim sualım bu, rus dili necə bax, indi tədris olunur? Mən bildiyimə görə mənim qızım bu məktəbdə rus dilini öyrədirlər, amma qrammatikanı yox. Amma bizim dövrdə qrammatikanı bilmədən rus dilini bilmək mümkün deyil. O da ki, mən sizdə indi necədir, bax onu mən istəyirəm. Müəllimin bu sualınla bağlı mən istərdim ki, Zülfü müəllim cavab versin. Buyurun müəllim, buyurun. Buyurun. Nərman bəy, deməli, siz az öncə qeyd etdiniz, qrammatika, xarici dil kursları iki istiqamətdə aparılır. Yəni belə deyək, ingilis dili məsələn, bir ingilis dili fənnini və yaxud da rus dili fənnini nəzərə alsaq, həmin fənn iki proqramın daxilində gedir. Bir, magistraturaya, abituriyent hazırlığına və yaxud da müəllimlərin işə qəbulu imtahanında ixtisas fənni kimi, bir də sırf danışıq dilinin öyrədilməsi baxımından nəzərə alınır. İngilis, rus, fransız, alman, bugünkü gün yəni bizim tədris mərkəzi tərəfindən tədris olunan xarici dillər. Amma bununla paralel az öncə siz qeyd etdiniz, orta məktəbdə keçirilməsi, yəni rus dilinin qrammatikanı bilmədən, yəni düzgün danışıq qurmaq heç cürə mümkün deyil. Yəni bu nədən irəli gəlir? Bunu sadə bir nümunə ilə biz izah etsək,
şəkilçilərin sözlərdə belə deyək, cümlənin quruluşunda istifadə olunması. Məsələn, Azərbaycan dilindən belə deyək, demək olar ki, şəxs şəkilçiləri, xəbərli şəkilçiləri, yəni cümlənin quruluşunda ilkin mübtəda, ondan sonra belə deyək, əgər mübtədanı təyin edən təyin vardısa təyin, daha sonra tamamlıq, bəli, tamamlıq və sonda belə deyək, xəbər cümlə özü gəlir. Amma bu digər xarici dillərdə nisbətən fərqlidir. Mən özüm belə deyək, ingilis dilində bilən bir müəllim kimi, bir insan kimi desəm, İngilis dilində ilk olaraq mübtəda gəlir, təyin düzdür, bunu təyin eləyir ilk öncə Azərbaycan dilində olduğu kimi. Azərbaycan dilindən tam fərqlidir cümlə quruluşlarımız. Nisbətən oxşarlıqlar da var. Nisbətən İngilis dilində bir sözlə qrammatikanı öyrənmək lazımdır ki, danışıq dilini daha rahat və asan təbii ki, gərəklidir, təbii ki. Yəni biz bilməliyik ki, belə deyək, ingilis dilindən mən nümunə gətirirəm. Cümlənin başında mübtəda, daha sonra xəbər gəlir. Bəli. Ondan sonra isə təyin, tamamlıq, zərflik kimi cümlə özləri belə deyək, iştirak edir, istifadə olunur. Biz qrammatik qaydanı bilməliyik ki, danışığı düzgün formada qura bilək. Avantaj tədris mərkəzində birbaşa qrammatika öyrədilir. Bəli. Daha sonra danışıq dil kurslarına keçir və sizdə hər həftənin sonu, əziz tamaşaçılarımız, pulsuz olaraq bu artıq ödənişsizdir. Deyək ki, bütün tələbələr bir yerə yığılırlar, 8-10 nəfər bir otaqda və başlayırlar söhbət etməyə. Bax, bu söhbət əsnasında artıq dil açılır, artıq rahatlıqla, belə deyək, danışmaq olur. Zülfü müəllim, bir dənə üzr istəyirəm. Buyurun. Siz xarici dilləri öyrədirsiniz. Bəli. Yəni vətəndaşlarımıza. Xarici vətəndaşa Azərbaycan dilini necə öyrədirsinizmi? Təbii ki, Buna təbii görə ki. ki, bir dənə səfir var. Var. Bir ərəb səfiri var, Azərbaycanca başa düşür, amma Azərbaycan dilində kurs istəyir, danışmaq üçün, danışıq dili istəyir. Gələ bilərmi sizin kurs, avantaj tədris mərkəzi? 45 yaşında bir şəxsdir, səfirdir. Neçə yaşında Zərfə xanım? 45 yaşı olar. Siz az öncə qeyd etdiniz, səfir, belə deyək, bizim kursda hal-hazırda o formada tədris keçirilir. Yəni fransız dilini Azərbaycan dilini öyrənmək istəyir. Fərqi yoxdur ki, ərəb dilini kimsə bilsin, ingilis dilini kimsə bilsin, sadəcə dili öyrənmək istəyir. Rus dilini, Azərbaycan dilini bilsə o adam rahatlıqla öyrədəcək. Həmin fənnin, həmin ixtisas fənninin müəllimi məşğul olur ki, həmin müəllim belə deyək, Azərbaycan dilindən ingilis dilinə tərcüməni birbaşa eləyir. Yəni xarici dil kursuna maraqlanmaq istəyən bir tələbə üçün və yaxud da xarici, az öncə xanım qeyd etdi, tutalım ki, İngiltərənin buradakı nümayəndəliyi, belə deyək, səfirliyi, oranın hər hansı bir diplomatı Azərbaycan dilində danışmağı öyrənmək istəyir. Onlara da öz, belə deyək, növbəsində, öz paralelində ingilis dili müəllimi dəstək göstərir. Onlar, belə deyək, dərsi keçirirlər ki, ingilis dilindən Azərbaycan dilinə tərcüməni, yəni istər danışığı, istər qrammatikanı həmin müəllimlərin özü birbaşa məşğul olur bundan bağlı. Gözəl, lap yaxşı. Mənim hal-hazırda təşəkkürlərim var. Əziz tamaşaçılarımız, təşəkkürlərimizi edək. Aztürkwood Mebelə təşəkkür etmək istəyirəm və bütün bizi hal-hazırda seyr edən tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirəm ki, bayram öncəsi əgər evinizin bir ab-havasını dəyişmək istəyirsinizsə, demək ki, mebelləri dəyişmək lazımdır. Və sərfəli kredit şərtləri ilə mebelləri hardan əldə edək? Sözsüz ki, Aztürkwood bax sizə belə mebelləri təqdim edir. Ürəyiniz istəyən dizaynda, evinizin dizaynına uyğun mebelləri özünüz sifariş verə bilərsiniz. Çatdırılma və quraşdırılma tamamilə pulsuzdur. Yetər ki, şəxsiyyət vəsiqənizi təqdim edəcəksiniz və faizsiz kreditlə bayramdan əvvəl evlərinizə çox gözəl mebellər alacaqsınız. Və əziz xanımlar, bu bayram günlərində geyim-kecim də yadınızdan çıxmasın. Ən gözəl geyimlər xanımlarımız üçün Las Vegas mağazalarındadır. Buyurun, siz də istifadə edin və 50%-ə qədər endirimlər yenə bayram kampaniyasıdır. Hər bir xanımımızı gözləyir. Və bu endirim kampaniyaları Nur Studiyada da özünü göstərməkdədir. Müraciət edirsiniz Xəyalə xanıma, stilist, vizajist Xəyalə xanıma və bayramdan əvvəl xanımların gözəlliyinə gözəllik qatacaq, həm də bütün bunları endirimlə edəcək. Təşəkkürümü bildirirəm şəxsən Xəyalə xanıma. Və mənim əzizlərim, şəhərimizdə yeganə olan istirahətin və əyləncənin məkanı Oasis. Şəhərimizin ən münasib istirahət və əyləncə mərkəzi, ləzzətli təamlar, yüksək xidmət, ən populyar müğənnilər, ifalar, musiqilər, rəqslər, hələ üstəlik şən klounlar, bir sözlə bütün ailə üzvlərinin xoş əhvalı və mənalı istirahət dəqiqələri.
sevgi qədər əziz. Və mənim əzizlərim, hər zaman Çıxış Yolu komandasının yanında olan Tez Taksi xidmətinə təşəkkür etmək istəyirəm. Siz də Tez Taksi xidmətindən istifadə edin və bir kampaniya var, bu da bayramla əlaqədardır. Əgər siz Tez Taksidən istifadə edəcəksinizsə, heç sizin də xəbəriniz olmadan sizə bax sürücülər belə söyləyəcəklər. Sizin gediş haqqınız artıq ödənilib. Şanslı insanlar kimlər olacaq? Bu artıq qalıb sizin özünüzə. Təşəkkürümü bildirirəm. Və bu bayram günlərində mütləq ailənizlə bərabər 28 Mall və Gənclik Mallda yerləşən Dadlı Dünya restoranına da getməyi unutmayın. Çünki Ceyhan Nur sizi orada şəxsən gözləyəcək. Ceyhan Nurun bizlərə təqdim etdiyi milli fast foodun ən gözəl təamlarını məhz Dadlı Dünya restoranlarında dadacaqsınız. Bir getdiyiniz an sizə demişəm, bax dost olaraq deyirəm sizə, bircə onu sifariş verirsiniz ki, mənə lülə burger gətir. Bir yeyəcəksiniz, 3-ün 4-ün sifariş verəcəksiniz. Bax sizə dedim. Və Ağçiçəyimə də təşəkkür etmək istəyirəm. Bizim studiyamızı gözəl-gözəl bəzədiyinə görə qoy sizin də evlərinizə Ağçiçəyim bəzəsin. Bayram günləri hər kəsin könlünü açacaq bircə çiçəyə, bir ağ çiçəyə ehtiyacımız olacaq. Onu da Ağçiçəyimə sifariş verəcəksiniz, sizlərə gətirəcək, təşəkkürümü bildirirəm. Və bu çiçəklərin yanında bir tort da lazımdır ki, xanımların könlünü alaq, hə? Viva Desert köməyinizə gələcək ən dadlı, ən ləzzətli tortları, şirniyyatları məhz Viva'dan sifariş verə bilərsiniz. Təşəkkürümü bildirirəm hər birinə. Bildiyimiz qədərincə Avantaj Tədris Mərkəzinin özünün kitabları var, dərslikləri var, dərs vəsaitləri var. Bu barədə də tamaşaçılarımıza məlumat verin. Mən bu barədə istərdim ki, Zülfü müəllim məlumat versin. Hansı ki, Etibar müəllimin təşəbbüsü ilə Avantaj Tədris Mərkəzinə aid Məntiqi Riyaziyyat kitabı ərsəyə gəlmişdir. Məntiqi Riyaziyyat. Bəli. Müəllifi kimdir? Etibar müəllimin özü. Etibar müəllim, sizin artıq öz kitabınız var. Artıq 5 ildir bu kitab var Nurana xanım. 5 ildir. İlk olaraq 2013-cü ildə yəni çap olunubdu. Sizin kitabınızdır. Məntiqi Mən Riyaziyyat. ümumiyyətlə məlumat vermək istərdim bir şeylərdə. Mən doğrudan qürur duyuram belə gənclərimizlə. Bax, Azərbaycanın gələcəyi ki deyirik. Çox sağ olun. Azərbaycanımızın gələcəyi bax belə gənclərimizin əlindən. Uğur olsun sizə. Mən 2 Uğur gün olsun. öncə, çox sağ olun, təşəkkür edirəm. 2 gün öncə sosial şəbəkədə bir status paylaşdım. Bəzi məsələlər var ki, adamı səbr eləyirsən. Baxmayaraq ki, yaşım o qədər də böyük deyil, amma kifayət qədər səbirli insanam. Səbr eləmişəm. Yəni orada statusda da yazdım, məlumat verdim. 2013-cü ildə ilk olaraq Azərbaycanda Məntiq kitabını tək müəllif olaraq mən yazmışam. Yəni Məntiq Neçə kitabı yaşınız var dedik? həmin vaxt 2013-də yəni belə deyək, 23-24 yaşım var idi. Ay maşallah, maşallah. Amma Zəkanıza yəni, o maşallah vaxta olsun. qədər mən onu başlamışdım. 22 yaşımdan başlamışdım. 24 yaşımda artıq hazır bir kitab və birdən-birə yəni içdən gəldi yazdım. Yəni nəyinsə xatirinə yazılmayıb o kitab. Yəni o tələbat yarandı özümdə yazdım. Yəni o yazmalıydım. Və bir məsələni çatdırmaq istərdim. Məsələn, ilk olaraq o kitabı mən yazmışam, amma heç vaxt reklam eləməmişəm özümü, nə sosial şəbəkədə. Reklamını biz edək də. Bəs kitabı niyə gətirməmisiniz? Amma həmin kitaba baxılıb sonralardan o kitaba oxşar kitablar yazılıb, sonlardan söhbət keçən ildən gedir. Və bu gün onu yazan yəni müəlliflərdir ki var. Bəlkə də yaxşı səslənmir burdan. Demirəm, əziyyət çəkiblər lap yaxşı. Amma ki o reklam edəndə bir balaca diqqətli olmaq lazımdır ki, yəni oxşatmaq. Məsələn, bu yaxınlarda bir sınaq imtahanında gördüm. Öz sualımın 2013-cü ildə yazdığım sualımın kopyası eynisi ilə sadəcə ölçüsü dəyişilibdir. Yəni orada məntiqdə müxtəlif suallar var ki, fiqurlarla bağlı suallar var bu barədə. Yəni kopyalar çox görmüşəm. Yəni demirəm, əsas odur ki, burada qazanan tələbədir, tələbə öyrənir. Sizdən sonra Onlar nə sizdən edirlər, öyrənsinlər. eləsinlər. Mənim yəni burada qazandığım tələbənin xeyrinə yəni xoş bir iş görmüşəm, bu mənə bəs. Uğur olsun sizə, Çox sağ uğur olun. olsun. Doğrudan fərəhləndim sizinlə bugün verilişdə söhbət etdiyimizə görə, sizi dəvət etdiyimizə görə, sizi tamaşaçılarımıza tanıtdığımıza görə doğrudan qürur duyulası gənclərsiz. Sizin deyir gələcəyiniz irəlidədir, gözəl uğurlarınız olacaq və sizin ardınızca apardığınız gənclər görün nə qədər olacaq. Yüzlərlə, minlərlə, düzdür Mahirə xanım? Bir əlavəm var. Bəli. Üzr istəyirəm.
istəyirəm. Müəllimlik yeganə şərəfli peşədir ki, bizim dövlətimiz gələcəyimizi və valideynlər öz evladlarını onlara etibar edirlər. Bəli. Və mən buradan fürsətdən istifadə edib özümün oxuduğum, icazə verirsəm. Buyurun. Goranboy rayon Fəxralı kənd məktəbinin bütün müəllim kollektivlərini və özümün çiyin-çiyinə işlədiyim, 10 il çalışdığım Ucar rayon 6 saylı məktəbinin başda Şəlalə müəlliməni olmaqla salamlayıram. Təşəkkür. Və Təşəkkürümüzü bizim bildiririk. sıramızda 30 il müəllimlik stajı olan bir müəllimə var. Yəni Bəli. biz ona da bir təşəkkür edək. Müəllimənin Var olasınız. 30 ildir çiyin-çiyinə Elyanur işlədiyi xanım, məktəbidir. var olasınız. Sizin kimi müəllimlərimiz var olsun. Bax, belə tələbələr sizin kimi müəllimlərdən dərs alıblar. Bizlər sizin kimi müəllimlərdən dərs almışıq. Bizim necə deyirlər, davamçılarımızdır. Belə son, bəli, bəli. İndi elə bir mən deyərdim ki, mən özümə bunu heç vaxt Aha. əskiklik bilmərəm. Aha. Yəni bildirəm ki, indi mən istəyirəm ki, gənclərdən çox şey öyrənəm. Bəli, ona görə ki, bundan fəxrli bəli, nə yəni duya ona mən bilərdiniz fəxrlə burada? deyirəm ki, mən o gənclərdən çox şey öyrənmək istəyirəm. Çünki əgər bayaqları müəllim düzgün izahat verdi, əgər kurikulum sisteminə keçmişiksə, onlar bizdən onu deyərdim ki, daha çox Bəli. mənimsəyiblər. Biz neçə il ənənəvi təhsil sistemində işləmişik. Bunu bir necə deyim, Təşəkkür qəbul edirəm eləmək müəllimə bəli. sizə. Çox mən indi istəyirəm ki, hətta Minnətdaram. öyrənirəm də yeri düşəndə. Minnətdaram bəli. sizə. Mən son olaraq verilişimizin sonudur. Mən istərdim sizin də ürək sözünüz var gənclərimizə. Buyurun. Təşəkkür edirəm. Nuranə xanım, ümumiyyətlə məntiq elmi elə bir elmdir ki, yeganə olaraq insanın zehnini, insanın beyin hüceyrələrini çalışdıran bir elmdir. Mən uzun müddət səhiyyədə fəaliyyət göstərən bir mütəxəssis kimi deyirəm bunu və çox sevinirəm və qürur duyuram bax bu cavanlarımızla. Mən o nəslin nümayəndəsindənim ki, mənim təhsilim 2 dövrə gedir. Bir Sovet dönəminə və bir də müasir, yəni bax Azərbaycan təhsilinə. Mən doğrudan da deyərdim ki, indi Azərbaycan təhsili həqiqətən yüksək səviyyədədir. Nümunələri göz qarşısında. Nümunələri göz qarşısında. Onların variz nümunəsidir. Təşəkkürlər. Təşəkkürümü bildirirəm sizlərə. Avantaj Tədris Mərkəzinin bütün müəllimlərinə. Minnətdaram sizə. Əziz tamaşaçılarımız, gələn həftə sizinlə görüşəcəyik. Sağ olun, salamat qalın.